Əziz dokuzlar, sizləri çox çaşdıran, amma qaydasını biləndən sonra çox asan olan misalla qarşınızdayıq. Deməli, uşaqlar, belə bir şey var. Deyir ki, bizə təniyin 2 bərabər kökü var və görürük ki, kvadratik təniydir. Deməli, biz təniyin 2 bərabər kökü və yaxud da ki, 2 müxtəlif kökü deyəndə diskriminanta müraciət eləməliyik. Diskriminant sıfırdan sıfıra bərabər olanda 2 bərabər kökü olur. Diskriminant sıfırdan böyük olanda 2 müxtəlif kökü olur. Diskriminant sıfırdan kiçik olanda isə bu təniyin həqiqi kökü olmur. İndi bizə lazımdır təbii ki, hansı diskriminantın sıfıra bərabər olması halı. Diskriminantın düsturunda yada salaq. B kvadrat çıx 4ac. Yəni bu nə olmalıdır? Sıfıra bərabər olmalıdır. Baxırıq tənliyimizə, A-nın yerində x kvadratın qabağında əslində 1 durub, o görünmür. B-nin yerində -6, C-nin yerində isə a kvadrat qalıb. O zaman diskriminanta nəzər alaq. -6-nın kvadratı çıx 4 vurulsun. A-nın yerində 1, C-nin yerində isə a kvadrat. 36 çıx 4a kvadrat bərabərdir 0. 4a kvadrat bərabərdir 36. A kvadrat bərabərdir 9. A bərabərdir həm müsbət 3, həm də -3. Amma bizə A parametrinin hansı müsbət qiyməti dediyinə görə biz müsbət 3'ü götürürük. Cavab D variantı. Və salam. Uğurlar.